İbn Sinanın quyruq yağının dizə qoyulması olsun, yaxud da dəfnə yarpağını qaynadın, tampon şəklində dizə qoyun. Mənə elə gəlir ki, heç kim İbn Sinanı görməyib. İnsan hərəkət eləmirsə, ətrafda olan əzəllər başlayır əriməyə. Və artrozu müalicə edən hərəkətdir. Hərəkət qığırdağı qidalandırır. Dizimə duz yığılıb. Bu duzlaşma ilə artroz arasında nə əlaqə var? Burada həqiqət də var, biraz uydurma da var. Yox, təəssüf ki, artroz öz-özünə keçib gedir. Artıq kiloqram diz oynağına 5 dəfə artıq yük verir. 10 kilo varsa 50 kilo yük düşür artıq. O 50 kilonu qaldırmaq da mümkün deyil. Kök hücrənin təsdiqlənməyib onun effekti dünyada. Dizə vururlar, nə bilim bədənə vururlar, Bəli, vururlar. onu vururlar, amma o təsdiqlənməyib. Bir sümük suyu iç, kalsium da kömək eləyəcək, ya D vitamini qəbul edək ki, bədəndə kalsium azlığı ola bilər. D vitaminin rolu var. Amma onlar hamısı həkim kontrolu altında olmalıdır. Sümüyün sərtləşməsinə gətirib çıxardır, qan damar problemlərini artırır. Hər birinizi xoş gördük, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün dizdəki ağrılardan danışırıq. 40 yaş üzəri demək olar ki, həm kişilərdə, həm də qadınlarda rast gəlinən diz ağrılarının əsas səbəblərindən biri də məhz artroz problemidir. Ümumiyyətlə, artroz problemi, artroz xəstəliyi nədir? Bu xəstəlik nədən yaranır və artrozun əməliyyatsız müalicəsi varmı? İstədim ki, bugün həkimimizlə birlikdə sizi artrozla bağlı maraqlandıran bütün suallara müsahibəmizdə cavab tapaq. Studiyamızın qonağı tibb elmləri namizədi, travmatoloq, ortoped Altay Cəfərovdur. Xoş gördük. Xoş gördük. Çox sağ olun ki, dəvət eləmisiniz. Artroz nə deməkdir? Artroz oynağı örtən qığırdağın incəlməsi, daha sonra xarab olması, pozulması, ətrafda olan sümük toxmasının sərtləşməsi, ətrafda olan yumşaq toxmaların büzüşməsi, sərtləşməsi və ödəmləşməsi. Qısa, yəni ki, artroz budur. Bəs artrozun simptomları, yəni əlamətləri nələrdir? Artrozların əlamətləri keçməyən ağrı, oynağın şəklinin pozulması, oynaqda hərəkətin məhdudiyyəti, axsama, bu cür artrozun əlamətləri. Bax, orada mən qeyd elədim, 40 yaş üzəri adətən insanlarda rast gəlinir bu xəstəlik. Niyə məhz 40 yaş üzəri? Yəni yaş faktoru artrozun yaranmasında önəmlidirmi? Yaş faktoru önəmlidir. Niyə? Ona görə ki, həyatın yarısı 50 demək deyil. Həyatın yarısı 30 da ola bilər, 35 də ola bilər, 40 da ola bilər və s. Və insan yaşlandıqca müxtəlif bədəndə mübadilə pozulması əmələ gəlir. Və bu nəyə gətirib çıxardır? Sümüklərin əriməsinə, sümüklərin keyfiyyətinin itirilməsinə və ətrafın oxunun pozulması. Bu isə yükün düzgün paylanmaması hər hansı bir oynaqda. Müxtəlif səbəblər ola bilər. Əsas səbəblərin biri biomexanikanın pozulması. Yük bir tərəfə düşür və o tərəf sürətlə başlayır yiyilməyə. Artıq burada nə demək olar? İnsan yaşlandıqca əzələ keyfiyyətini itirir. Əzələ başlayır əriməyə. Əzələ əriyincə yük düşür yenə oynağa. Bu hamısı bir yerdə gətirib çıxardır qığırdağın pozulmasına. Artrozun müalicəsində bugün alternativ tipdə tövsiyə olunan bir sıra üsullar var. Bilməm, internetdə görmüsünüz də yox. Məsələn, İbn Sinanın quyruq yağının dizə qoyulması olsun, yaxud da dəfnə yarpağını qaynadın, tampon şəklində dizə qoyun. Ümumiyyətlə, bu cür müalicə üsulları artrozun sağalmasında nə dərəcədə təsir göstərir? Mən bugün ancaq ənənəvi tibbdən danışacağam. Mənə elə gəlir ki, heç kim İbn Sinanı görməyib, necə o hansısa bir yağdan ya da ki, bu cür şeylərdən istifadə eləsin. O vaxt yəni, təsdiqlənən bir tibb yox idi. O vaxt insanların, həkimlərin əllərində nə var idi, ətrafında hansı imkanlar var idi, ondan istifadə edirlər. Bugünkü gündə bizim müalicə spektrımıza müalicəyə ancaq təsdiqlənən müalicə vasitələri və müalicə metodları daxildir. Bəs hansı müalicə üsulları artrozun müalicəsində, sağalmasında effekt verir? Mərhələ-mərhələ. Artroz birdən bir əmələ gələn bir xəstəlik deyil. Artrozun mərhələləri var müxtəlif. 40 yaş və yaxud yaş səndə mütləq artroz olacaq, bu bir hökm deyil. Yəni, artrozun hər mərhələsində müxtəlif müalicə var və hər mərhələsində biz artrozdan qaça bilərik. Müxtəlif metodlarla, müalicə vasitələrindən, müalicəvi gimnastika ilə, fizioterapiya ilə və s. Müalicə üsullarını qısaca bölmək olar konservativ, yəni ki, dediyim kimi müxtəlif oynaq daxili iynələr, müalicəvi gimnastika,
fizioterapiya, insanın payına düşən arıqlamaq, yüksək çəkini artmaq, ayaqqabı və yaxud ətrafın korreksiya edici müxtəlif dəstək olan dizliklər, ayaqqabı içlikləri. Amma daha sonra əlbəttə ki, oynaq problemlidirsə, biz oynağın dəyişilməsi, əməliyyat haqqında da danışmaq mümkündür. Fizioterapiyadan danışdınız. Çox maraqlıdır. Fizioterapiya artrozun müalicəsində nə qədər effekt verir? Fizioterapiya dəstək edici bir müalicə metodudur. Yəni sağaltmır da tam. Yəni ki, o sadəcə dəstək edici. Yəni ki, onun imkanları çox məhduddur. Amma o çox vacib bir müalicədə, o çox vacib bir metoddur. Artrozun müalicəsində əsas metodlardan biri müalicəvi gimnastikadır. Yəni əzələnin bərpası. Nə qədər insanda əzələ qüvvətli, güclü olacaq və əzələ massivi yaxşı olacaq, bir o qədər zədələnmiş və yaxud sağlam oynağa düşən yük azalacaq. Bir də el arasında belə bir ifadə var artrozla bağlı. Dizimə duz yığılıb, dizimdə duzlaşma gedir. Ümumiyyətlə, bu duzlaşma ilə artroz arasında nə əlaqə var? Burada həqiqət də var, biraz uydurma da var. Duzlaşma həqiqətən duz da ola bilər oynağın içində, müxtəlif mübadilə pozulmasında. Müxtəlif duzlar yığılır oynağın içində. Deyək ki, qut xəstəliyi var. El arasında podaqra xəstəliyi. Hamı elə bilir ki, yəni, ayaqda, baş barmaqda olan bir xəstəlikdir. O podaqra deyil. O ayağın yastı pəncəliyin bir formasıdır. Hallux valgus deyilən bir pəncə deformasiyasıdır. Daha çox. Amma qut xəstəliyi yenə də oradan başlaya bilər. O baş barmağın oynağından. Bu isə qut xəstəliyi, podaqra xəstəliyi insanda, bədənində duzların mübadiləsinin pozulmasıdır və o hər bir toxmada, oynaq toxmasında da yəni ki, yerləşə bilər, o problemi yarada bilər. Yəni ki, qut xəstəliyi artriti. Duz nəyə deyilir? Yəni ki, rentgendə insanlar görür ki, yəni ki, müxtəlif sümük çıxıntıları, sümüyün sərtliyi, bədən bilmir neynəsin. Yəni ki, ağılsız bir cavab verir. Sümüyü sərtləşdirir, müxtəlif yeni bir sümük əmələ gətirir ki, yükün daşıması üçün. Bu isə duz kimi yəni ki, qiymətləndirir. O daha çox lor dilində deyilən bir şeydir. Bəs doktor, artroz ümumiyyətlə öz-özünə keçib gedə bilirmi? İndi müasir dövrdə süni intellekt artıq bizim həyatımızın bir hissəsinə çevrilib və insanlar hansısa bir xəstəliyi olan kimi tez süni intellektə yazırlar ki, mənim belə bir problemim var, ev şəraitində nə edə bilərəm? Ümumiyyətlə bu xəstəliyin müalicəsini ev şəraitində aparmaq doğrudurmu və bu ağırlaşma gələcəkdə bizi hansı mərhələyə gətirib çıxara bilər? Artrozun müalicəsində bir neçə dənə mif var. Tam doğru qeyd elədiniz. Miflərdən biri öz-özünə keçərmi yoxsa yox? Artroz öz-özünə keçə bilməz. Artroz inkişaf eləyir. Bizim işimiz artrozun inkişafını dayandırmaq və yaxud müalicə eləməkdir. Daha çox biz müalicə eləməyə yəni cəhd göstəririk, amma dayandırmaq da burada böyük bir şey var, bir payı var. Yox, təəssüf ki, artroz öz-özünə keçib getmir. İkinci mifin biri müxtəlif məlhəmlərlə, hansısa bir haplarla, iynələrlə artroz keçər yoxsa yox. Yenə də bu mümkün deyil. Yəni ki, müxtəlif bu sadaladığım müalicə vasitələrindən keçsin. Yəni o görə ki, bədən elə qurulub ki, mədə var, orada turşular var. Onlar buraxmaz yəni ki, hapların çoxusunu gəlib orada qığırdağa qədər çatsın və qıraqdan dərinin üstündən olan məlhəmlər, onlar da yəni ki, yerli təsir göstərə bilər, amma artrozu müalicə edə bilməz. Keyitmə effekti verir, amma əslində problemi həll edəmir. Mifin biri hərəkətsiz qalmaq. Hərəkət eləməmək, artroz düzələcək, keçib gedəcək. Niyə bu uydurmadır? Nə qədər insan istirahət eləyir, nə qədər insan hərəkət eləmirsə, o qədər ətrafda olan əzəllər başlayır əriməyə. Və artrozu müalicə eləyən konservativ üsullardan biri isə hərəkətdir. Hərəkət qığırdağı qidalandırır və mütləq dozalı hərəkət etmək lazımdır. Bəzən artroz xəstələrinə belə tövsiyə olunur ki, get sümük suyu iç, kalsium da kömək eləyəcək, ya D vitamini qəbul edək ki, bədəndə kalsium azlığı ola bilər. Ümumiyyətlə bu cür müalicə üsulları necə təsir göstərir? Bu yenə alternativ, ənənəvi olmayan tibbin bir üsullarıdır. Sadəcə D vitaminin rolu var, amma onlar hamısı həkim kontrolu altında olmalıdır.
Niyə o həmin o D vitamini sizə problem yaratmasın kontrolsuz içməkdən? Hansı problemlər yaradır bəs? D vitamini qan damar problemlərini artırır və hər hansı bir dərman kontrolsuz qəbul olunursa, insan problem odur ki, bizim insanlar eczanədən hər şey gedib ala bilərlər. Kontrolsuz. Pulunu verirsən, müxtəlif yəni ki, dərmandır, antibiotikdir, şpritsdir, hər hansı bir müalicə vasitəsini ala bilər. Bunlar hamısı kontrol altında olmalıdır ki, qəfildən bir problem əmələ gəlməsin. Özdə bizdə belə bir ifadə var ki, məsələn, mən istifadə elədim, xeyrin gördümsə, deyirlər, sən də get istifadə elə, məndə təsir göstərmir. Bəlkə səndəki səbəblə, ondakı səbəb fərqli olur və insanlar bunu bəzən bilmirlər, bəzən ya vaxtları mı olmur həkimə getməyə, ya analiz verməyə və bu səbəblərdən xəstəliklərini ağırlaşdıra bilirlər. Doktor, istərdim ki, inyeksiyalardan da danışaq. Diz qığırdağına vurulan həmin inyeksiyalar artrozun müalicəsinə necə təsir göstərir? Artrozun müalicəsində inyeksiyaların çox böyük bir rolu var. Təsdiqlənmiş rolu var. Birinci başlayaq hialuron turşusundan. Çox yayılmış, illərlə bizim istifadə etdiyimiz bir müalicə üsuludur. Bu, oynaq qidalanmasında, sürtküdə, hərəkətində böyük bunun bir rolu var. 6 aydan 12 aya qədər bunun təsiri var. Tam təhlükəsiz bir müalicə üsuludur. Neçənci mərhələdə bəs tövsiyə olunur? Bu, ilk mərhələlərdə bunun effekti daha yaxşıdır. İkinci bir inyeksiyadan söhbət etsək, bu qatılaşdırılmış, insan qanından alınmış bir plazmadır. Kök hüceyrə deyirsən? Yox, kök hüceyrə deyil. Kök hüceyrənin təsdiqlənməyib bunun effekti dünyada. Heç hansı bir ciddi bir məqalə yoxdur o haqda. Bəs bugün, yəni müasir dövrdə çox rast gəlir. Mən sosial şəbəkələrdə çox görürəm. Kök hüceyrəni vururlar, dizə vururlar, nə bilim bədənə vururlar, dəriyə vururlar. Onu vururlar, amma o təsdiqlənməyib hələ ki. O mövzuda o tədqiqatlar gedir, amma hələ ki təsdiqlənməyib onların effekti. Ona görə biz yalnız təsdiqlənmiş, köməyə təsdiqlənmiş müalicə üsullarından danışırıq. Dediyimiz PRP, yəni ki, zənginləşdirilmiş plazma, bu nəyə səbəb olur? Xarab olunmuş qığırdağı bərpa edir və orada olan iltihabı aradan qaldırır. Bunun da effekti bir neçə həftəyə başlayır bürüdə çıxmağa. Bu da orta və ilkin mərhələlərdə effekti çox gözəldir. Müxtəlif mikslər var, kollagenlər var. Onların da effekti orta və ilk mərhələlərdə olan vurduğumuz zaman daha gözəl bir nəticə verir. Əlbəttə ki, müxtəlif iltihablı, ödəmli dizlərdə, ödəmli oynaqlarda bu dərmanların içinə başqa bir kimyəvi və ya hormonal dərmanlar qatmaq olar, hansı ki, orada olan iltihabı aradan qaldıra bilərlər. Doktor, kollagen məsələsinə toxundunuz. Bugün xanımların əksəriyyəti kollagen tərkibli preparatlar qəbul edir. Maraqlıdır, həmin bu preparatlar bizim dərimizlə yanaşı sümüklərimizə necə təsir göstərir? Biz düşünürük ki, yaxşı təsir göstərməlidir. Mütləq hər bir insanda, yenə o dediyiniz kimi 40 yaşın üzərində, 40 yaşdan sonra bütün bu problemlər hardasa, yəni siqnal başlayır verməyə və s. Amma burada nə ilə bağlıdır? Kollagenin itirilməsindən də bağlıdır. İnsan yaşlandıqca kollagen bədəninə itir, bütün toxumalar sərtləşir. Bir çox halda entezopatiyalar, yəni ki, oynaqda olan, oynaq ətrafında olan ağrılara səbəb olur. Amma nə qədər bu qəbul olunan kollagen Gedib çatır ora, o bir böyük bir sualdır. Ona görə bu cür şeylərə biraz yüngül yanaşmaq lazımdır. İçirsə kimsə içsin, onun bir ziyanı yoxdur. Ziyanı yoxdur da amma. Ziyanı yoxdur. Daha çox heyvan mənşəli kollagen içirsə daha yaxşı olar. Amma yəni ki, böyük bir ümid bəsləməsin. Bəs doktor, artrozun müalicəsində dünyada hansı üsullar effekt verir, hansıları effekt vermir? Artrozun müalicəsində nəyi önə çıxartmaq lazımdır? Birincisi, düzgün diaqnostika. Həkim tərəfindən düzgün diaqnostika olmalıdır, baxmalıdır, səbəb nədir, niyə bu artroz əmələ gəlir, hansı səbəbə görə. Bu, uğurun yarısıdır, hətta çoxlu təşkil edən bir yarısıdır. İkinci, ən işləyən, ən təsir edən bir metodlardan biri müalicəvi gimnastika, əzələ bərpası.
mütləq əzələni bərpa etmək lazımdır. Bu ağrının azalmasına da gətirib çıxardır, hərəkətin artmasına da gəlib çıxardır, oynağın üzərində yükün azalmasına da gətirib çıxardır. Üçüncüsü, heç kim bunu geriyə ata bilməz, ya qırağa qoya bilməz, çəkinin azalması. Hər bir artıq kiloqram diz oynağına 5 dəfə artıq yük verir. Deyək ki, 1 kilo artıq çəkiniz var, ya da ki 5 kilo artıq çəkiniz var. 5-ə vuracaq. Daha 25 kilo dizinizə yük düşür. 10 kilo varsa 50 kilo yük düşür artıq. Artıq 50 kilo yük düşür. O 50 kilonu qaldırmaq da mümkün deyil, belə gündəlik həyatda. Və bu çox vacib bir müalicəvi metodlardan biri arıqlamaq. Fizioterapiyanın həqiqi yeri var. Sadəcə limitli yeri var, yəni ki, bu şey deyil, yəni ki, insanı bu qutaran deyil, yəni ki. Xilas eləmir. O yeri var fizioterapiyanın. Müxtəlif ayaqqabı içinə taxılan ayaqqabı çilikləri. Müxtəlif artezlər, yəni ki, dizlik və s. hansı ki, onlar daha çox bahalı artezlərdən söhbət gedir. Hansı ki, insanın ətrafının oxunu dəyişə bilər. Ola bilsin, onları sifariş eləmək olar. Hal-hazırda müxtəlif atelyelər var, hansı ki, sifarişlə onları hazırlayır. O cür dizli, hansı ki, insanın ətrafının pozulmuş oxunu düzəldə bilər. Hansısa bir dərəcəyə qədər. Demirəm, yəni ki, o mütləq qutaracaq, amma hansısa bir nəticə əldə eləmək olar, yükü düzgün paylayacaq. Və müxtəlif dediyimiz kimi diz içi iynələr, inyeksiyalar, bu da təsdiqlənmiş bir köməyi var bunların. Doktor, bəs sadaladığınız bu müalicələr kömək eləmirsə, əməliyyat vacibdirmi və hansı mərhələdə artıq əməliyyat qaçılmaz olur bizim üçün? Bütün bu sadalalığın müalicə metodları kömək etmirsə və ağrı sizə hər gün sizə gecə və gündüz bu ağrı varsa sizlə imkan vermir ki, rahat yatasınız, rahat hərəkət eləyəsiniz, axsama, hər hansı bir oynağın şəklinin pozulması, hərəkət məhdudluğu, bunlar hamısı varsa, bu əməliyyata göstərişdir. Əməliyyat hansı əməliyyatdan söhbət gedir? Yalnız oynaq dəyişilməsindən söhbət gedir. Bugünkü gündə oynaq dəyişilməsi travmatologiya, ortopediyada təhlükəsiz bir əməliyyatdır. Düzgün yer seçmişsə, düzgün xəstəxana, düzgün protez və s. düzgün həkim, bu təhlükəsiz bir metoda çevrilib. Elə ölkə var ki, ilə 400.000 oynaq dəyişir. Böyük bir rəqəmdir. Lakin bizim vəzifəmiz və xəstənin vəzifəsi o mərhələyə gətirib çıxartmamaq. Hansısa erkən mərhələlərdə bu artezin inkişafını dayandırmaq və yaxud yavaşlamaq. Yəni əsas məsələ əməliyyata qədərki dövrdə ümumiyyətlə xəstəliyin tez təşxis olunması, həkimə tez müraciət eləmək və problemin həllini tapıb müalicəni aparmaqdır. Yəni əməliyyat həkim dediyi kimi son mərhələdə olunan bir prosedurdur, amma əməliyyata kimi gərək biz bu problemin önünə keçək ki, əməliyyata gəlib çıxmayaq. Və Azərbaycanda bu əməliyyat necə aparılır? Ümumiyyətlə xariclə Azərbaycandakı əməliyyatlar arasında bir fərq varmı? Və əgər sir deyilsə, yəni qiymətlər necə olur? Bu barədə də yəqin danışarıq. Əməliyyat xaricdə, uzaq xaricdə, yaxın xaricdə tamamilə standart bir prosedurdur. Heç bir fərqi yoxdur bizim. Heç bir fərqi yoxdur. Taxdığımız protez markaları şəxsən öz adımdan deyirəm. Amerikada, Almaniyada, Fransada, yəni ki, Avropada harda nə taxılırsa burada da eyni protez taxılır. Müalicə, əməliyyat üsulları tamamilə eynidir. Yəni ki, biz heç bir şey özümüzdə icad edə bilmərik. Niyə ona görə ki, qəbul olunmuş protokollar var. Xırdalığa qədər biz onları icra edirik. Qiymət elədik, protezin markasına görə dəyişir və öz işimizdə biz cəhd göstəririk ki, ən yaxşı protezlərdən istifadə edək. Ona görə ki, yaxşı protezin ömrü də uzundur. İndiki protezlərin ömrü 20 ili aşır əksər hallarda və biz də yəni ki, işimizdə ən uğurlu, yaxşı markalardan istifadə etməyə cəhd göstəririk.
Təşəkkür edirəm doktor. Məncə çox maraqlı bir müsahibə oldu artrozla bağlı. İstədik ki, artrozla bağlı çox incə məqamlara, çox maraqlı suallara toxunaq. Çünki bu elə bir xəstəlikdir ki, insanlar adətən gecikmiş mərhələdə həkimə müraciət edirlər. Adətən dizimiz ağrıyanda ya ümumiyyətlə bədənimizdə ağrı olanda ağrı kəsicilərdən istifadə edirik, ya müəyyən həblərdən, ya müəyyən mazlardan, amma xəstəliyi biz bu cür gecikdirdikcə vəziyyəti daha da ağırlaşdırmış oluruq. İstərdim ki, doktor, ümumiyyətlə bu artroz problemi yaşayan insanlara nə tövsiyə edərdiniz və ümumiyyətlə bu problemi yaşamamaq üçün biz həyatımızı necə formalaşdırmalıyıq? Birincisi, keçməyən bir ağrınız varsa, mütləq həkimə müraciət edin. Artıq çəkiniz varsa, çəkinizi azaldın. Yüngül şeyə qaçmaq lazım deyil. Yəni müalicəvi gimnastika lazımdırsa, mütləq müalicəvi gimnastika eləyin. Gündə yarım saat özünüzü həsr eləyin. Hər gün müalicəvi gimnastika eləyin. Ayaqqabınıza diqqət verin. Altı yumşaq, ağır paltardan uzaq durun. Ağır yüklə uzun məsafəyə getməyin və həkimə müraciət eləyin ilk növbədə ki, yəni sizi düzgün istiqamətləndirsin. Təşəkkür edirəm doktor bir daha. İzləyicilərimizə bildirmək istəyirəm ki, bugün studiyamızın qonağı tibb elmləri namizədi, travmatoloq ortoped Altay Cəfərov idi. Həkimlə bağlı məlumatları biz açıqlama bölümündə və videonun üzərində siz görəcəksiniz. Əlavə suallarınız olsa, şərh bölümümüz açıqdır, buyurub yaza bilərsiniz. Özünüzə yaxşı baxın, sağlam qalın, sağ olun. Sağ olun.